Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Sahihul Cami'de hadis var. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, Adem övladının ettiği işlerin içinde namazı, insanların arasını düzeltmesi ve güzel əxlaqı kadar əfzəl edeceği hiçbir şey yoktur. Bu üç şey Peygamber sallallahu aleyhi ve sellem Adem övladının ettiği işlerin içinde en əfzəl şey olduğunu bildirmiştir. Birincisi namaz kılmak. İkincisi insanların arasını düzeltmek. Küsürler olsun, araları değmişler olsun, birbirinden incimişler olsun fark eləməz. Üçüncüsü de güzel ahlak. Her yerde güzel ahlaklı olmak. Sadece mescitte değil, sadece cemaatin içinde değil, sadece insanların yanında şirin görünmek için değil, her yerde, ailenin içinde, övladların içinde, valideynlerin yanında, ticarette şəriklərin yanında, tüm dostların, əqrabaların içinde, mescidde ve haricde, her yerde əxlaqlı olmak. En Adem övladının görebileceği əfsələmələrdən bunlardır. Əziz qardaşlar, mübarək günlərdəyik, Ramazan ayındayıq. Bakın belə əfzəl olmamıza vəsilə olan əməlləri etmemiz için büyük bir fürsətdir. Büyük bir fürsətdir. Ramazan ayı nəfs tərbiyəsi üçün gözəl bir mədrəsədir. Gəlin bu Ramazan ayında bu fəzilətli əməlləri icra etməyə, özümüzü bu əməllərə alıştırmağa, bu əməlləri icra etməyə yardım eləyək, kömək eləyək. Nəfsimizi hesaba çəkək, hətta Peygamber sallallahu aleyhi ve sellemin dediği en əfzəl əməllərin sahiblərindən olaq. Allah Teala cümləmizi namazına riayət edən, davamlı şekilde insanların arasını düzəldənlərdən ve güzel əxlaqlı olanlardan eylesin. Esselamu Aleyküm ve Rahmetullah.